Beliniz niyə ağrıyır? Gündəlik həyat tərziniz sizə zərər verə bilərmi? Yaşamaq gözəldir verilişində Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin həkim-nevroloqu, osteopat Aygün Məmmədova ilə bel ağrılarının gizli səbəblərindən danışacağıq. Bel ağrıları bel fəqərlərində gedən degenerativ dəyişikliklərdən deyil, həm də bu ağrılar onunla bağlı olan əzələlərdə, bağlarda, fasiyalarda olan dəyişikliklərdən, çanaq problemlərindən və çanaq daxili orqanlarda disfunksiyalar nəticəsində də yarana bilir. Bu xəstəliklər vaxtında müalicə olunmadıqda əmək qabiliyyətini xəstələr itirmiş olur və hətta 50-yə qədər gətirib çıxarda bilir. Yaşamaq gözəldir verilişində bel ağrılarının səbəbləri və onların inteqrativ tibb üsulları ilə müalicəsindən söhbət açacağıq. Sağlamlığınızın qeydinə peşəkarlarla qalın. Həkim-nevroloq, osteopat Aygün Məmmədova Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Mirqasımov adına Respublika Klinik Xəstəxanasında internatura keçib. Sankt-Peterburq Osteopatiya Akademiyasının məzunudur. 40 illik iş təcrübəsi var. Almaniya, İtaliya, İsveçrə, Türkiyə, Kolumbiya, Rusiya, Ukrayna mütəxəssisləri tərəfindən keçirilən seminarlarda və praktik məşğələlərdə aktiv iştirak edərək sertifikatlara layiq görülüb. 2010, 2015, 2024-cü illərdə Almaniyada praktik ixtisas artırma kursları keçib. Müxtəlif illərdə nevroloji konfranslarda iştirak edərək bilik və təcrübəsini artırıb. 2022-ci ildə İstanbulda keçirilən Parkinson üzrə Beynəlxalq Konqresin nümayəndəsi kimi təcrübələrini bölüşüb. Həmin ildə Antalyada keçirilən İnteqrativ Tibb üzrə Konqresin iştirakçısı olub. İnteqrativ tibb metodlarından istifadə edərək sinir sisteminin degenerativ xəstəliklərini uğurla müalicə edir. Hazırda Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzində fəaliyyət göstərir. Daha efrimizə yeni qoşulan izləyicilərimizi salamlayıram. Yaşamaq gözəldir ikinci hissəsi ilə öz işini davam etdirir. Anonslardan da hər birinizə məlumdur ki, ikinci hissəmizdə bel ağrılarından danışacağıq. Bel ağrılarının yaranma səbəbləri, diaqnostikası və bioloji təbabətdə, inteqrativ tibbdə müalicə metodlarını bizim dəyərli doktorumuz, studiyamızın qonağı, Bioloji Təbabət İnteqrativ Müalicə Mərkəzinin nevroloqu Aygün Məmmədova cavablandıracaq mövzumuza müzakirə edəcəyik mövzumuzu. Doktor, xoş gəldiniz. Gününüz xeyirli olsun. Və başlayaq vaxt itirmədən suallarımıza. Bel ağrılarının ümumiyyətlə yaranma səbəbləri nələrdir və nevroloji yanaşması necə olur? Həqiqətən də bel ağrıları demək olar ki, əhali arasında onurğa sütununda ən çox rast gəlinən şöbəsindən biridir. Amma bu ağrılar təkcə onurğanın öz patologiyasından deyil, onun ətrafında, onunla bağlı olan əzələlərdə, fasiyalarda, bağlarda olan degenerasiya nəticəsində, quruma və yaxud da dartınma nəticəsində əmələ gələn fəsadların fonunda və eyni zamanda ona yaxın orqan kimi çanağın özünün yer dəyişməsi, əyilməsi, rotasiyası, orada kiçik oynaqlarda gedən artroz prosesləri və çanaq daxili orqanların, məsələn, ən çox burada bağırsaqlardır, sonra uşaqlıqda olan miomalardır, böyrək daşı xəstəlikləridir, öd kisəsinin daşıdır. Bu proseslərin özü də bilavasitə özünü bel ağrısı kimi göstərə bilir. Xəstə əlbəttə müraciət eləyən zamanı hamıda şikayət demək olar ki, eyni olur. Deyirlər ki, bəli, doktor, belim ağrıyır. Bəziləri deyir ki, lokal həmin nahiyədədir. Bəziləri deyir ki, hər iki ayağıma vurur. Bəzisi deyir ki, bir ayağıma vurur. Sırf sinir, onurğa beyni ilə, yəni kökçüyə təmasla və yaxud da ki, hər hansı bir səbəbdən yırtıq, protuziya nəticəsində əmələ gələn bel ağrılarında mütləq xəstədə bir tərəfli sinir ağrısı ilə müşahidə olunur və bu zaman çox vaxt baskı oturaq sinirə olduğu üçün xəstələrdə çox göynədici, yandırıcı ağrı olur. Bir tərəfdə hətta bəzən o proses uzun çəkdiyi üçün xəstələr gec müraciət edəndə həmin ətrafda keyləşmə də olur və
xəstələr ayaq üstə çox dayananda ağrı artır, əyilib qalxmaqda məhdudluq hiss eləyir. Eyni zamanda bir qədər gedəndən sonra artıq yorulur, axsamağa başlayır. Tam sinirlə bağlı olan bel ağrıları özünü bu fonda göstərir və onurğanın özündə olan problemlərlə əlaqəli ağrıların özü də lumbaqa tipində sırf lokal bel nahiyəsində özünü göstərə bilir və bayaq qeyd etdiyim kimi irradiasiya edərək ətrafa yayılmış şəkildə də ola bilir. Amma bu xəstəliklər təkcə dedik ki, belin, onurğanın problemindən deyil, digər səbəblərdən də ola bilir. Adicə bizdə ayağın daban mahmızının olması və yaxud da yastı pəncəliyin özü uşaq yaşından, uşaqlar onu hiss eləmir, çünki uşaqların orqanizmi hələ sümük bağ sistemi plastik olduğu üçün onlar ona görə də yıxılanda onlarda sınma elə də olmur və zədə tez düzəlir, plastiklik olduğuna görə. Amma uşaq böyüdükcə müəyyən yaş dövründən sonra həmin o ayaq altında olan o dəyişikliklər, yastı pəncəlik, özünü və yaxud da bağlarda olan hər hansı bir qısalıq özünü uşaqlarda skalyoz fonunda göstərir. Çünki orqanizm elədir ki, başı düz vəziyyətdə şaquli saxlamaqdan ötürü onurğanı əyərək onu həmişə dik vəziyyətdə saxlamasına səbəb olur. Bu zaman güc düşür həmin bel bir də döş fəqərlərinin əyilməsinə və yaxud da ki, çanaqda rotasiya olur. Bir müddətdən sonra ana valideyn uşağını gətirəndə, məsələn, olur ki, 18-20 yaşında, biraz da daha böyük yaşlarda uşaq yeriyərkən axsamağa başlayır yeniyetməlik dövründə. Və biz onları yoxlayanda ayaqların uzunluqlarında fərqi görürük. Bir ayaq bir ayaqdan 1 santı, 2 santıya qədər görürsünüz ki, qısalmış olur. O gözlə görülmür. Yəni, o gözdən görsənir. Çox təəssüf edirəm ki, deməli, valideynin özü öz evladını çimizdirərkən ona diqqətlə baxa bilmir. Uşaqlarda skalyoz olur. Valideyn biz gördüyümüz üçün xəstəni, yəni uşağı valideynə göstərəndə bu balaca uşaq olmaya da bilər. Hətta 18-20 yaşında belə qızlarda da olur, oğlanlarda da olur, balaca uşaqlarda da olur. Valideynə göstərirəm ki, bəs sən bunu çimizdirirsən, tutaq ki, 8 yaşı var, 10 yaşı var. Və sən görmürsən ki, bunun kürək tinləri bir istiqamətdə deyil, biri yuxarıda, biri aşağıda. Böyüyü, məsələn, böyük də gəlir, çiyninin biri yuxarıda, biri aşağıda. Elə biz çanağı da ölçəndə, çanağın simmetrikliyi pozulub, çanağın biri yuxarıda, biri aşağıda və ayaqlarını da yoxlayanda ayaqlarının deməli altı bir-birinə simmetrik dayanmır. Biri-birindən fərqli olur, yəni biri uzun olur, biri qısa olur. Əlbəttə, bağlarda yaşlı insanlar, böyük insanlarda bu bağların pozulması ilə əlaqədar quruma getdiyi üçün, sonra ən çox da çanaqda oma qalça oynağının artrozun nəticəsində ona bitişən bağlarda və əzələlərdə yığılma olduğu üçün onlar da ayaqda qısalıq verə bilir. Burada artıq həkimin praktik təcrübəsindən asılı olaraq həkim onu təyin eləyir və bir osteopatik seansla biz həmin asimetrikliyi aradan götürürük. Bir prosedura xəstənin ayağında uzun qısalığı bərpa edirik, simmetrik edə bilirik, amma yenə də müalicə lazımdır. Çünki illərlə, aylarla o vəziyyətdə olan bağlar artıq öyrəşiblər əvvəlki vəziyyətinə. Onları təzədən əvvəlki vəziyyətinə qayıtmasın deyə xəstə bir neçə müddət müalicə olunmalıdır ki, həmin o bağın ətrafında olan gərginlik, bağın özünün disfunksiyası bərpa olunsun. Və eləcə də xanımlarda biz görürük, miomalarda, fibromalarda bel ağrıları olur. Və bu bel ağrıları bəzən xəstələrdə təsadüfən rentgenoloji müayinədə osteoxondroz problemləri də olur və xəstələrə müxtəlif fizioterapevtik prosedurlar olunur, bel nahiyəsinə inyeksiyalar olunur, amma xəstələrdə bu ağrılar keçmir və sonradan məlum olur ki, xəstədə demək ginekoloji problem var, buna heç isti prosedurlar olmaz və ona görə də xəstənin anamnezini hər tərəfli bilmək, xəstədən ətraflı anamnez toplamaq artıq demək olar ki, diaqnozun biz 50%-ni bilmiş oluruq bununla. Amma sonradan özümüzü, biliyimizi, ya şübhəmizi təsdiq etməkdən ötürü
əlbəttə xəstəyə lazım olan rentgenoloji və yaxud da kompüter və yaxud da MRT bel fəqərələrində ağrı olduğu üçün biz göndərə bilirik. Bəzən xəstələrdə ən çox 5-ci bel fəqərələrində önə doğru sürüşmələr olur. Onlar özü də sinirə təzyiq edir, ağrı verə bilir. Və yaxud da bəzi insanlarda müəyyən yaşdan sonra oma və bel sümükləri sakralizasiya deyilər, biçmiş olur. Adətən oynaqlar arasında qığırdaq olur. Onlar onun hərəkətini təmin edir və ona düşən deməli ağırlığı öz öhdəsinə götürür. Bəzi insanlarda hər hansı bir iltihab nəticəsində onlar tam bitişirlər. Ona görə də xəstədə əyilib qalxmaqda məhdudluq olur. Çevik hərəkətləri edəndə məhdudluq hiss edir və özünü gücə salanda da orada ağrı hiss edir. Bəzi insanlarda həmin o sakralit deyilər, oma sümüklərinin özünün iltihabı olur. Oma sümüklərinin iltihabı özü də ola bilər ki, gələcəkdə spondiloar artrit deyilər, Bexterin xəstəliyi deyilər, onun bir başlanğıcı olsun. Çox vaxt çünki oma sümüklərindən başlayır, ən çox da kişilərdə olur. Amma bəzən boyun fəqərlərindən də az hallarda başlamış olur. Bunların da inkişafı müxtəlif deməli səbəblərdən sürətli inkişafla gedə bilir və yaxud da ki, asta-asta xronikləşə bilir. Yəni, hər bir halda xəstəni tam müayinə etmək lazımdır. Bundan başqa osteoporozun özü, məsələn, müəyyən yaşdan sonra, 55 yaşdan sonra menopauza dövründə xanımlarda ümumiyyətlə, xanımlarda bel ağrısı daha çoxdur. Çünki onların onurğa sütunu həssiz dərəcədə ağır yükü daşımağa məruz qaldıqda orada degenerativ proseslər gedir. Yox, hamiləlikdən sonra da yaranır, düzdür? Yox, hamiləlikdən sonra yox. 45-50 yaşından sonra menopauza ki başlayır. Kalsi artıq sümüklərdən qana axır və ona görə də sümüklər kövrəkləşir. Həmin sümüklər hər hansı bir ağırlıqdan sına bilər və yaxud da ayağını kəskin atarsa, kəskin nəyisə götürərsə, sınmalar olur. Həmin o sümüklər hələ sınmamışdan əvvəl o ovulmalar, onların özü də ağrı verir. Bax, biz orada xəstələrimizi yoxluyuruq, bel fəqərlərində olan prosesləri aşkar etməkdən ötürü ayaqları qaldıraraq lasek simptomunu yoxluyuruq və yaxud da bu çanaq oynağında hərəkət necədir, diz oynağında hərəkət necədir. Çünki bu çanaq oynağının özünün artrozu da özünü demək bel ağrısı kimi də göstərir. Hətta oradan olan deməli bağların dartılması nəticəsində bəzi insanlarda beldə olan ağrı qarına verir. Qarından qasıq nahiyəsindən budun ön hissəsinə qədər, dizə qədər yayılmış olur. Belə halda mütləq xəstəni tam yoxlamaq lazımdır. Bəzən qarnın içindən gedən iliopsoz əzələrin özünün dartılması nəticəsində güclü bel ağrıları olur. Yəni demək istəyirəm ki, bel ağrılarının yaranmasında təkcə onurğa sütununun degenerativ dəyişikliyi deyil. Bax, burada əzələlərin də, daxili orqanların da, çanağın özünün deformasiyalarının da bel ağrıları yaratmasına səbəb olur. Sinir sisteminin nə qədər... Sinir sistemində burada ən çox deməli armuda bənzər əzələdir, piriformis sindromu deyirlər. Bəzən beldə xəstə gedir, MRT edir, onurğada patoloji dərin dəyişiklik aşkarlanmır. Amma xəstədə eyni ilə oturaq sinirin ağrısı olur, kəskin ağrı, gecələr ağrıların artması, göynədici ağrıların olması, gəzərkən özündə narahatçılıq hiss etməsi və biz əzələnin sarğı nahiyəsini yoxlayanda həmin əzələ olan hissədə çox bərkimiş bir hissə demək təyin edirik və o əzələni boşaltmaqla sinirə olan baskını aradan qaldırırıq. Oturaq sinirdə orqanizmdə olan ən yoğun sinirdir və ən uzun sinirdir. Onun da bərpası bir qədər vaxt aparır. Sinir mənşəli ağrılar əsasən özünü beldə olan dəyişikliklərlə yanaşı ən çox oturaq siniridir. Bəzi insanlarda beldən çox ayaqda olur, baldır əzəllərində olur ağrılar. Onun hansı nahiyədən sıxılmasından sinirin asılı olaraq bəzi xəstə gəlir, yoxlayırıq, belində o qədər ağrı yoxdur. Amma xəstə deyir ki, dizdən aşağı, baldır əzəllərimdə, yan tərəfdə doktor mümkün deyil, göynüyür, mən onun ağrısından yata bilmirəm. Belə insanlarda bəzən narahat ayaq sindromu da olur. Gecə uzanarkən yuxudan bunları oyadır, ayaqda qıcılma olur, ağrılar olur. Xəstə məcbur olur ki, bir qədər, bir neçə saat gəzsin,
ondan sonra bu boşalsın ki, yata bilsin. Doktor, üzr istəyirəm, biz istərdim ki, keçək inteqrativ tibbdə bel ağrılarının müalicəsi necə aparılır? Üstünlüyü nədir ümumiyyətlə inteqrativ tibbdə? Bəli, inteqrativ tibbdə yanaşma orada cədvəldə də göstərilir. Bizim tibb universitetində aldığımız təhsilə əlavə olaraq inteqrativ tibb metodlarının öyrənilməsi gəlir. Əlbəttə, baza olmalıdır, tibbi savad olmalıdır və onun üzərinə yenilikləri də gətirməliyik. İnteqrativ tibbdə təkcə həmin orqan nəzərə alınmır, tam orqanizmin müalicəsi nəzərdə tutulur. Onurğada degenerativ proses niyə məsələn tez başlayıb? Səbəb nədir? Bu araşdırılır. Bu, ən çox insanlarımızda ümumiyyətlə çox xəstəliklərin yaranmasında bizim hipodinamik həyat tərzimizdir. Yəni, hərəkətin az olması, piyada az gəzməsi, suyun az içilməsi. Yəni, bir ağaca da əgər düzəməlli su vermirsənsə, o ağac da quruyur. Ağacın da dibini belləməsən, o ağac quruyur. İnsan da elədir, hərəkət etməlidir və bizim bədənimizin əgər 70% sudan ibarətdirsə, biz ona hüceyrə arası sahəyə, hüceyrələrimizin özünə kifayət qədər su ala bilmiriksə, əlbəttə ki, orada quruma gedir və quruma fonunda müxtəlif toksiki məhsullar yaranır, mübadilə pozulur. Mübadilə pozulduqca əzəllərdə spazm yaranır. Nəyə görə? Çünki hüceyrənin içində də mübadilə pozulduğu üçün mitoxondrial dəyişikliklər yaranır. Bu mitoxondrilər zədələndiyi üçün artıq enerji istehsal eləyə bilmirlər. Enerji də istehsal eləyə bilməyəndə turş mühit orqanizmdə artır və bu çox güclü əzələ spazmı verir və biz xəstənin bel nahiyəsini əlimizlə büzüb yığarkən kibler skladı əmələ gəlir. Limon qabığı kimi deməli dərinin üzərində deməli xəttlər olur. Bu göstərir ki, artıq burada süd turşuları yığılıb və bu süd turşuları bədəndən çıxmasa, biz ona nə qədər müalicə etsək belə nəticəni ala bilmirik. Ona görə də bu xəstələrdə mütləq drenaj detoksikasiya aparılır. Bunlar müxtəlif formalarda olur. İnfuziya şəklində ola bilər. Müxtəlif preparatlar xəstənin simptomlarına uyğun olaraq yığılaraq qoyulur. Bəzi insanlarda, məsələn, böyrək patologiyasından da bel ağrıları əmələ gəlir. Ona görə də əgər böyrək patologiyası varsa, qaraciyər patologiyası varsa və öd kisəsində olan iltihabi dəyişikliklər, durğunluqlar, öd daşı, bunların hamısı beldə müəyyən ağrıların yaranmasına səbəb olur. Baxın, mən orada kibler büküşlərini göstərirəm. Xəstədə yoxlayırıq, ora çox bərkimiş olur və belə halda biz o infuziyalarla yanaşı xəstələrə həm də ev şəraitində həmin o detoks preparatlarını yığaraq 1 litr suya həmin preparatları tökərək piroz şəklində gün ərzində qurtum-qurtum içərək bədəndən o həm qaraciyər, həm öd kisəsi, həm mədə-altı vəzi təmizlənir. Bununla yanaşı xəstənin onurğasında degenerativ proses artıq var ki, gəlib həkimə. Ağrı olmasa heç kəs həkimə müraciət etmir. Ağrı olanda da müraciət etmək istəmirlər bəzi insanlar. Bəli, bu degenerativ prosesindən asılı olaraq paravertebral nöqtələrə biz xüsusi inyeksiyalar edirik. Ən çox bunların içində nevral terapiya ağrılarda çox gözəl səbəb olur. Nevral terapiyada sırf həmin orqana aid preparat yığılır. Burada kollagen tərkibli, oranın liflərinin elastikliyini təmin etsin. Bel fəqərləridirsə, bel fəqərlərində olan qığırdaqların bərpası üçün olan deməli preparatlarda təbii tərkiblidir. Heç bir orqana əks təsiri yoxdur. Hormonal preparatlar deyir bunlar. Ağrı kəsicilər deyil, yəni bunlar müalicəvi xarakterlidir. Baxın, ola həmin nahiyələrə biz inyeksiya edirik, paravertebral, bir də fasiat oynaqlarına. Yaşlı insanlarda fasiat oynaqlarında artrozlar olur, onun ağrısı daha çox olur və yırtıq zamanı müxtəlif traksiyon metodlardan, osteopatik üsullardan, ağrı çox möhkəmdirsə, xəstəni çox narahat edirsə, əlbəttə yanaşı fizioterapiya, reabilitasiya üsullarından da kompleks müalicə aparıq. Çünki elə xəstələr var, hətta 15-14 milli yırtıqla müraciət edirlər, əməliyyat etmək istəmirlər. Dəfələrlə olub, sekvestr olunmuş yırtıqlardır, yəni pırtlayıb çıxıb kanala düşüb. Xəstəyə deyirik ki, bu artıq göstərişdir, siz əməliyyat olunmalısınız. Deyir, yox, doktor, mən müalicə edəcəm. Əlbəttə, belə olanda müalicə uzun
uzun müddətli olur bir qədər. Amma yəni var elə xəstələrimiz əməliyyatsız, baxmayaraq ki, əməliyyata göstərişdir, getmək istəməyiblər, nəticələr var. Bundan başqa xəstələrdə osteopatik müalicələr eləyirik. Osteopatiyanın da çox böyük rolu var. İnandırım ki, xəstənin sağalmasını daha da sürətləndirir. Burada ancaq həkimin əlləri ilə görülən bir prosedurdur. Bəzi xəstələr o qədər ilk dəfədən yəni ağrıdan azad olurlar ki, onlar sonradan deyir, doktor, mənə iynə dərman eləməyin, mən ancaq osteopatiya eləyəm, amma başa salıram ki, burada istər-istəməz sizə onurğada degenerativ prosesdə burada kompleks müalicə olunmalıdır. Həm süd turşuları götürülməlidir, həm oynaqlara hərəkət verilməlidir, həm onların qığırdaqda olan mineral çaşmamazlığı aradan qaldırılmalıdır. Yəni integrativ tip bizə təkcə onurğanın problemini deyil, onu əmələ gətirən səbəb bu. Ola bilər ayaq altının problemi olsun, ola bilər əzələnin problemi olsun. Əgər əzələnin özündə dartılma varsa, həmin halda da demək biz xəstənin əzələsinə aid preparatlardan istifadə edirik. Əzələnin özündə masaj, əzələdə olan durğunluq götürülür. Sonra bəzi insanlarda bu gərginlik, bu süd turşularının çoxluğu baş gicəllənmə verir. Baxmayaraq ki, xəstələrə ayrı həkimlərə gediblər, gətirib reseptləri göstərirlər ki, biz bu müalicələri 5 ayda edirik, amma nəticəsi yoxdur. Baş gicəllənmə keçmir, boynumda ağrı var, kürəklərim ağrıyır, gecə yuxum yoxdur, çünki boyun əzələləri çox gərgin olur. Belə xəstələrdə də mütləq drenaj detoksikasiya aparılarsa, baxırıq ki, yazılan dərmanları da həkimlər düz yazıb, xəstənin simptomlarına uyğun yazıb, amma tam orqanizmə müalicə olmadığı üçün nəticə tam olmur. Düzdür, xəstənin vəziyyəti əvvəlkinə nisbətən yaxşıdır, amma tam baş gicəllənmə keçməyib və yaxud da tam bel ağrısı keçməyib. Ona görə də olub ki, hətta 3 il, 4 il, 5 il bel ağrısı ilə olan xəstələr var. İllərlə özləri artıq da həkimə getməyiblər. Çünki hər dəfə ağrıdıqca ağrı kəsicilərdən istifadə ediblər. Və bu ağrı kəsicilərin özü də turş mühiti artırır. Və dərmandan asılı vəziyyətdə olur. Bəzən də deyirlər, dərman mənşəli ağrı sindromu. Hətta xəstələr özləri aptekdən gedirlər, daha güclü ağrı kəsici. Bu artıq kömək eləmir, daha bir ayrı ağrı kəsici istifadə edirlər, amma bu düzgün deyil. Ağrını kəsmək müalicə deyil, ağrı bir siqnaldır xəstəlik barədə. Xəbərdarlıqdır. Xəbərdarlıq edir ki, mənim bu hissəm narahatdır, sən ona qulluq elə. Bilirsiniz, bizim insanlar özlərini sevmirlər. Bizim xarici ölkələrdə olan insanlar adicə yüngül bir şey üçün heç ehtiyac da yoxdur həkimə getməyə. Onlar gəlirlər ki, mənim məsələn bu yerim balaca narahatdır. Amma bizim insanlar o boyda yırtıq əmələ gəlir və yaxud da bağlar, əzəllər quruyur, gəzə bilmir, yerində çönə bilmir ağrıda. O vaxtı gətirirlər. Olur ki, xəstə gəlib, deyir, 2 ildir mənim qolum ağrıyır, artıq qolunu heç qaldıra bilmir. Yeməyi yeyə bilmədiyi üçün qaşığına, onda gətirirlər ki, qol qalxmır. Yəni, bu dərəcədə bağlar, əzəllər, ona bağlı olan oynaq kapsulu zədələnir. Və onda gəlir, əlbəttə, onda da müalicənin müddəti biraz vaxt çəkir. Yenə də çalışdığımız qədər ümumi drenaj detoksikasiya, integrativ tibb üsullarını tətbiq etməklə əlbəttə ki, xəstələrimizdə yaxşılaşma əldə edirik. Doktor, uşaqlarda və böyüklərdə necə tətbiq olunur bu müalicə? Əlbəttə, uşaqlara biz drenaj etmirik, çünki körpədirlər. Onlara həmin o drenaj detoks olunan preparatları damcı şəkildə verə bilirik. Uşaqların da qidalanmasına fikir veririk. Ümumiyyətlə, indi hazırki dövrdə insanların çox xəstəliklərinin yaranmasında yediyimiz qidaların çox böyük rol oynadığını deyirlər. İçdiyimiz su belə təmiz olmalıdır, yeyilən qidalar təmiz olmalıdır, çox konservatlı, toksiki məhsula uğramış qidalardır. Hətta artıq yeni doğulmuş uşaqları anadan olandan sonra test eləyiblər. Baxıblar ki, bugün anadan olmuş uşağın qanında 460-a yaxın toksiki məhsul var. Bu da anadan ona keçib. Ona görə də məsləhətdir ki, ananın özü də drenaj detoksikasiya aparsın hamiləlikdən öncə ki,
ki, uşaq bu qədər yüklənməsin. Və həmin uşaqlar əlbəttə allergiyaya meyilli olurlar, diatez olur onlarda, bəzi uşaqlarda bir də var hipermobilli doğulan uşaqlar, birləşdirici toxumanın hiperplaziyası olur. Bu uşaqlarda həssas dərəcədə oynaq tam açıla bilir. O özləri boynunu salır, ayağının altından çıxardır, qollarını fırlayır. Bu özü də hipermobillikdir. Yəni anadan gəlmə bir defektdir. Doktor, minnətdaram sizə. Vaxtımız yekunlaşdı və mən bir elanı bizim izləyicilərimizin nəzərinə çatdırmaq istəyirəm. Aprelin 19-da The Ritz-Carlton otelində 2-ci beynəlxalq elmi praktik simpoziumun keçirilməsi planlaşdırılıb. Simpozium xroniki xəstəliklərin diaqnostika və müalicəsinə müasir yanaşma mövzusuna həsr olunacaq. Simpozium əsas məruzəçilərindən biri beynəlxalq dərəcəli spiker, Kolumbiyanın Javier Universiteti İntegrativ Təbabət kafedrasının professoru Arturo Obirnedir. Kolumbiyalı professorun məruzəsi xroniki xəstəliklərin diaqnostikasında 5 element nəzəriyyəsi mövzusundadır. 200-250 yerli həkimin iştirakı nəzərdə tutulan ikinci beynəlxalq tədbirdə həkimlərə 7 DTT balı və sertifikat veriləcək. Elmi praktik simpoziumda iştirak edənlər eyni zamanda digər spiker, tibb elmləri doktoru, professor Fikriyə İbrahimli, Azərbaycan Tibb Universitetinin Mama Ginekologiya kafedrasının professoru, tibb elmləri doktoru Natavan Axundova, Bioloji Təbabət İntegrativ Müalicə Mərkəzinin həkimləri, terapevt Arzu Musayevə, gastroenteroloq Arzu Quliyeva, uzman pediatr Lalə Nəsirovanın məruzələrində integrativ tibblə bağlı yeni müalicə metodları və praktik təcrübələrlə tanış ola biləcəklər. Onu da qeyd edək ki, professor Arturo Obirne simpoziumdan əvvəl aprelin 14-ü və 18-də Bioloji Təbabət İntegrativ Müalicə Mərkəzində xəstə qəbulu həyata keçirəcək. Mədə-bağırsaq sistemi xəstəlikləri, allergiya, podagra və metabolik sindrom pozulmalarından əziyyət çəkən pasientlər xarici mütəxəssis həkiminin qəbuluna yazıla bilərlər. Əlaqə nömrəsi 012 430 89 89. Verilişimiz yekunlaşdı və sonda geyinmə görə Selin Butikə təşəkkür edirəm. Çox sağ olun, minnətdaram. Biz yenidən görüşəcəyik. Çalışın hər zaman peşəkarlarla sağlam qalın.